insanlar xaricdən Azərbaycana ixal olunan ət məhsullarının qiymətinin yerli bazarla müqayisədə xeyli ucuz olması ictimaiyyətdə müəyyən suallar yaradıb. İnsanları maraqlandıran əsas məsələ bu ətlərin keyfiyyəti və təhlükəsizliyidir. Ucuz qiymət bəzən şübhə doğurur. Görəsən bu məhsullar sanitar normalara cavab verirmi, yoxsa istehlakçılar üçün risk yaradır? Mövzu ilə bağlı Missiya TV-yə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, xaricdən gətirilən ətlərin heç bir təhlükəsi yoxdur. Çünki ölkənin gömrük sərhədindən keçən bütün mallar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır. Yəni təhlükəli deyil. Lakin mal təhlükəsiz ola bilər, həm də keyfiyyətsiz ola bilər. Bunu nəzərə almalıyıq. Keyfiyyətsiz ola bilər, lakin təhlükəli bir ət deyil bunlar. Ölkənin əmtəə bazarında ətin qiyməti getdikcə qalxır. Yerli ət istehsalı insanların tələbatını qarşılaya bilmir. Ona görə də bir çox ölkələrdən, o cümlədən Rusiyadan, Belarusiyadan, Monqolistandan, Ukraynadan, Hindistandan, Pakistandan ətlər ixal olunur ölkənin əmtəə bazarına və bunlar təhlükəli ətlər deyil. Eyyub Hüseynovun sözlərinə görə mövcud vəziyyət belə davam edərsə, gələcəkdə Azərbaycan əhalini ətlə təmin etməkdə çətinliklərlə üzləşə bilər. Biz optimist yaxınlaşsaq bu işlərə, işğaldan azad olunmuş yerlərdə böyük heyvandarlıq firmaları yaradıla bilər. Yəni ölkədə effektiv kənd təsərrüfatı siyasəti formalaşmalıdır ki, Azərbaycan özü ətlə özünü təmin etsin. Seyrani Quliyeva, Heydər Həsənli, Missiya TV.